Turan Gastroturizm Akademiyasının gələcək ulduzları hamınızı salamlayıram. Bugün sizin karyeranızın bəlkə də ən vacib mövzusuna toxunacağıq. Bu, sizin uğurunuzun o gizli, amma əvəzolunmaz ingrediyentidir. Gəlin elə birbaşa bu güclü fikirlə başlayaq. Bu sözlər əslində hər şeyin özətidir, elə deyilmi? Bu sadəcə bir qaydalar toplusu deyil, bu sizin sənətinizə, işinizə və ən əsası sizə inanan insanlara olan münasibətinizdir. Yaxşı, bəs nədir bu peşəkarın andı? Bu o deməkdir ki, qida təhlükəsizliyi sadəcə divardan asılmış bir siyahı deyil. Yox, bu, hər səhər mətbəxə girərkən özünüzə və müştərilərinizə verdiyiniz bir sözdür, bir andır. Unutmayın, bu sadəcə təmizlik məsələsi deyil. Bu, böyük bir məsuliyyətdir. Çünki bir anlıq diqqətsizliyin bədəli çox ağır ola bilər. Söhbət təkcə kiminsə xəstələnməsindən getmir. Söhbət cərimələrdən, biznesin bağlanmasından və illərlə zəhmət çəkib qurduğunuz o reputasiyanın bir gündə yox olmasından gedir. İndi isə gəlin pərdə arxasına baxaq. Mətbəxdə sizin gözlə görmədiyiniz, amma hər an mübarizə apardığınız bir düşmən var. Görünməz, amma çox real bir düşmən. Bakteriyalar. Bəs bu düşmənlə necə mübarizə aparaq? Onların zəif nöqtəsini bilməliyik və bu zəif nöqtə bir anlayışda gizlidir. Temperatur təhlükə zonası, ya da qısaca TDZ. Bura əslində sizin döyüş meydanınızdır. Bu rəqəmləri beyninizə həkk edin. 5 dərəcə Selsidən 60 dərəcə Selsiyə qədər. 5-dən aşağıda bakteriyalar sanki yuxulayır, 60-dan yuxarıda isə məhv olurlar. Amma bu aralıq, bax bu 5 ilə 60 dərəcə arası onlar üçün əsl parti deməkdir və sizin işinizdə bu partiyə son qoymaqdır. Gəlin bir senariya baxaq. Təsəvvür edin, hər şey cəmi bir dənə, tək bir bakteriya ilə başlayır. Gözlə görmək mümkün deyil, amma potensialı çox böyükdür. İndi bu tək bakteriya ideal şəraitə düşür, yəni bizim o təhlükəli temperatur zonasına və cəmi 20 dəqiqə keçir, o artıq tək deyil, 2 dənə oldular. İndi isə vaxtı biraz irəli çəkək. Cəmi 4 saat sonra o tək bakteriya nə oldu sizcə? Hazırsınız? 4 milyondan çox. Bəli, yanlış eşitmədiniz. Tək bir hüceyrədən 4 saatda 4 milyonluq bir ordu yaranır. Bax, təhlükənin miqyası budur. Yaxşı, bu qədər sürətlə çoxalan bir şeyin qarşısını necə alaq? Onların nəyə ehtiyac olduğunu bilməklə. Və bunun üçün bir açar sözümüz var. FATOM. Yəni, qida, turşuluq, zaman, istilik, oksigen və nəm. Siz bir peşəkar kimi bu şərtlərdən heç olmasa birini pozmalısınız. Ən asanları hansıdır? Əlbəttə ki, zaman və temperatur. Bakteriyaların necə çoxaldığını gördük. Amma bir problem də var. Onlar bir yerdə durmurlar. Onlar səyahət etməyi sevirlər. Və bu səyahətin adı çarpaz çirklənmədir. Bu bəlkə də mətbəxdəki ən böyük və ən hiləgər təhlükədir. İndi gəlin mətbəxdə ən çox rast gəlinən ən klassik səhvə baxaq. Təsəvvür edin, kimsə çiğ toyuğu bir lövhənin üstündə doğrayır, sonra heç nə olmamış kimi həmin lövhənin üstündə təmizləmədən salat üçün təzə xiyarı, pomidoru doğramağa başlayır. Vəssalam, toyuqdakı bütün o görünməz ordu birbaşa çiğ yeyiləcək salata transfer olundu. Baxın, bu şəkildəki tərəvəzlər nə qədər təzə, nə qədər təmiz görünür, elə deyilmi? Amma bir anlıq diqqətsizlik, bir səhv hərəkət bu gözəlliyi bir təhlükə mənbəyinə çevirə bilər. Unutmayın, təhlükəsizlik zənciri ən zəif həlqəsi qədər güclüdür. Yaxşı, bu fəlakətin qarşısını almaq çətindirmi? Qətiyyən, həlli o qədər sadə və o qədər effektivdir ki, rəngli lövhə sistemi. Bu, sizin müdafiə qalxanınızdır. Qırmızı çiğ ət üçün. Yaşıl, tərəvəzlər üçün, mavi, balıq üçün. Bu qədər sadə. Bu sistemlər çarpaz çirkənlənmə riskini demək olar ki, yox edirsiniz. Təhlükələri anladıq, müdafiənin sadə yollarını da gördük, amma peşəkar bir mətbəxdə təsadüfə yer yoxdur. Bizə bir sistem lazımdır. Və bu sistemin adı HACCP-dir. Bu sizin əsl qalxanınızdır. Bu sistemin nə qədər etibarlı olduğunu bilmək istəyirsiniz, o zaman sizə bir şey deyim. HCCT ilk dəfə kimlər üçün yaradılıb, bilirsiniz? NASA astronavtlar üçün. Bəli, 60-cı illərdə kosmosa gedən insanların yeməyində zərrə qədər də risk olmasın deyə bu sistemi qurublar. Yəni, əgər bu sistem kosmos üçün yetərincə yaxşıdırsa, deməli sizin mətbəxiniz üçün də mükəmməldir. Bəs bu sistem necə işləyir? Təsəvvür edin ki, bir qala tikirsiniz. HACCP-nin 7 prinsipi bu qalanın təməl daşlarıdır. Birinci, təhlükə harda ola bilər, onu analiz edirsən. Sonra, ən riskli nöqtələri təyin edirsən. Məsələn, toyuğun tam bişdiyi temperatur kimi. Sonra bu nöqtələrə limitlər qoyursan.
Onları daima yoxlayırsan və hər şeyi qeydə alırsan. Nəticədə sarsılmaz bir təhlükəsizlik sistemi qurmuş olursan. Beləliklə, bütün bunları öyrəndik, görünməz düşməni tanıdıq, onun zəif nöqtələrini bildik, qalxanımızı da əlimizə aldıq. Artıq top sizdədir. İndi növbə sizindir. Əgər bugün öyrəndiklərimizi cəmi 3 cümlə ilə yadda saxlamaq istəsəniz, o cümlələr bunlar olardı. Birincisi, temperaturu idarə et. O təhlükə zonasını heç vaxt unutma. İkincisi, çirklənməni önə, hər şeyi ayrı tut. Və üçüncüsü, sistemi tətbiq et. Haçit sizin yol xəritənizdir. Ondan kənara çıxmayın. Bu 3 qayda sizin peşəkar andınız olmalıdır. Və sonda sizə bir sualım var. Mətbəxdən çıxartdığınız hər boşqabda sizin imzanız var. Bəs siz növbəti müştərinizə nə servis edəcəksiniz? Sadəcə bir yemək, yoxsa o yeməklə birlikdə tam bir etibar və güvən? Seçim də, məsuliyyət də sizindir.